Dostlar, iclası açıq elan edirəm. Bankımızın gələcək strategiyasını müzakirə etməliyik. Departamentlərin təkliflərini eşidək. Başlayaq insan resurslarından. Mən işçilərin motivasiyasını araşdırdım. Təklifim odur ki, işçilərin velosiped parkingi olsun. Ofisdə oyuncaq hazırlayırlar. Təlim otağını oyuncaq otağına eləyək. Səhərlər servisdə çiyələkli süd verilsin. 5-ci günlər isə ancaq çizgi film qəhrəmanların kostyumunda gəlmək olar. Məsələn, Spider-Man kostyumunda. Qəşəng təkliflədir. İndi marketinqə qulaq asaq. Kartlarımızın yəncə çəhrayı olsun və parıldasın. Banka oyun əlavə etsinlər. Kredit ödəyəndə xal gəlsin. Xallarda şokolad almaq olsun. Reklamlarda pişik videolarda istifadə edək. Pişik varsa satışda var. Reklamlardan bu cümlədə istifadə edək. Alo. Bizə xahiş edirəm 7 dənə dondurma gətirin. İndi maliyyəni dinləyək. Bütçəni qorumaq lazımdır. Qeydlərimizi ofisin divarına və stollara yazmalıyıq. Kağıt, vərəqə yox. Bağışın hamısı pulla verilməsin. Həm şirniyyatlar, həm də saqqızlar verilsin. Bankın işi pul çox gəlir. Saat 2-dən 4-ə qədər işığı söndürüb gedək kitabət oynayaq. Hələ konservləri söndürüb kağızla bir-birimizi yerləyək. Tamamilə razıyam. İndi IT-mizi dinləyək. Kompüter donanda və ya sönəndə kompüteri bağlayasan, evinə gedirsən. Demək ki, kompüter yorulub. Hamının kompüterinə fərqli oyunlar yüklənsin. Kompüterə şifrə qoymaq olmaz, çünki bir-birimizdən sir saxlamırıq. Sürətimizə oturmaq üçün normal stolların əvəzinə karser qoyaq, çünki biz daha tez işləyə biləcəyik. İndi hüququ dinləyək. Günorta yoxuşa məcburum ki, yatmayanlar üçüncüdə qalsın. İlk yadımda baxlasın, rəxtə qutarsın. Müqavilənin altına insanın arasına heyvan kaykılı çəkməmişsən. Heyvan kaykılı yoxdursa, müqavilə etibarsızdır. İndi müştəri xidmətlərə qulaq asaq. Müştərilər bizim canımızdır. Bankımıza gələn hər müştəriyə xoş gəlmisiniz deyib qucaqlamalıyıq. Hər gün müştəriyə onlayn formatda nağıl kitabı göndərək. Müştərinin keyfi yoxdursa, operator ona telefonda nağıl və ya mahnı oxusun. Bütün fikirlər məntiqlidir. Razıyam. İclas bitdi. Əməkdaşlarımızı götürün, getdik oynamağa.